Uzun müddətdir məni düşündürən bir məsələ var. Ara sıra o mövzuya qayıdıram, araşdırma eləyirəm, düşünürəm, suallarıma cavab tapmağa çalışıram. Nədir bu məsələ? Arqumentativ mətn nədir? Arqumentativ mətni digər arqumentləşdirməsi olan mətnlərdən fərqləndirən xüsusiyyət nədir? Məsələn, inandırıcı mətnlər və arqumentativ mətn həqiqətən də fərqli anlayışlardırmı? Təbii ki, fərqli anlayışlardır, amma bunların sərhəddini necə müəyyənləşdirmək olar? Bununla bağlı çox araşdırma eləmişəm, maraqlı yanaşmalara rast gəlmişəm. Amma bugün daha maraqlı bir yanaşmaya rast gəldim və artıq düşünürəm ki, fikirlərim biraz da aydınlaşdı. Demək, məsələ nədir? İnandırıcı mətndə arqumentlərlə dəstəklənir, arqumentativ mətndə də tezis arqumentlərlə dəstəklənir. İnandırıcı mətnində tezis emosional və rasional arqumentlərlə dəstəklənib əsaslandırıla bilər. Amma arqumentativ mətndə emosional arqumentlərə yer yoxdur. Yalnız rasional arqumentlər istifadə edilməlidir. Bu öz yerində, amma onları fərqləndirən cəhət yalnız bu deyil. Bir çox, yəni əksər mütəxəssislər bu fikrin üzərində dayanırlar ki, arqumentativ mətndə ziddiyyətli məsələ qoyulmalıdır. İnandırıcı mətndə isə ziddiyyətli məsələ yoxdur. Müəllifin mövqeyi birtərəfli olaraq inandırma yolu ilə sadəcə mövqe əsaslandırılır. Burada əsas mövqedir. Yəni, belə deyim, diqqət mərkəzində müəllifin mövqeyidir və arqumentlər məhz o mövqeyini əsaslandırmalıdır. Başqa heç kimsənin mövqeyi ilə toqquşmur burada müəllifin tezisi. Amma arqumentativ mətnlərdə vəziyyət fərqlidir. Burada ziddiyyətli, mübahisəli, müzakirəyə ehtiyacı olan mövzu var və müxtəlif mövqelər ortaya qoyulur. Bir çox mütəxəssislər məhz məsələnin ziddiyyət əsasında həll olunduğunu, lakin müəllif mövqeyinin